Qrafon onlayndır. Apple son 10 ildə öz devicelarının bəzilərinin qiymətini kəskin artırdı. Samsung Galaxy Z Fold 8 hələ təqdim olunmayıb, ancaq bu device üçün artıq qoruyucu şüşə satılır. Google Android 17-yə yenilənəcək devicelarının siyahısını açıqladı. Sonda isə Apple haqqında elə bir xəbər verəcəm ki, buna inanmaq qeyri-mümkündür. İpucu verim. iPhone Ultra 2. Bəli, iPhone Ultra 2. Hər birinizə xoş izləmələr. Yeyib-içməyə yanınızda neysə varsa, mən başladım. İlk olaraq Android sevərlərin gözlədiyi ən əsas xəbəri deyim. Android 17-nin stabil versiyasını Google hansı smartfonlarda yeniləyəcək? Saxtakarlıq və kvant haker hücumlarına qarşı daxili qorumaya malikdir. Həmişəki kimi ilk stabil versiya Pixel smartfonları üçün Google'un özü tərəfindən buraxıldı. Android 17 əməliyyat sistemini işlədə bilən cihazların siyahısı budur. Google Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL, Pixel 10 Pro Fold, Pixel 10a, Google Pixel 9, Google Pixel 9 Pro, Google Pixel 9 Pro XL, Pixel 9 Pro Fold, Pixel 9a, Google Pixel 8, Google Pixel 8a, Google Pixel Tablet, Google Pixel Fold, Google Pixel 7, 7 Pro, 7a, Google Pixel 6, 6 Pro və 6a. Sualım sizədir. Ən uğurlu əməliyyat sistemi sizcə hansıdır? iOS yoxsa Android? Bu barədə fikirlərinizi kommentlərdə yazın. Ən maraqlı fikri gələn videoda birlikdə müzakirə edəcəyik. Əgər hər gün yenilənən texnoloji xəbərlərdən məlumat almaq istəyirsənsə, onda mütləq Qrafona abunə olmalısan. İnternet nədir? İşimiz, bank əməliyyatlarımız, oyunlar, onlayn ödəniş və süni intellekt. Bunun üçün nə lazımdır? Əlbəttə ki, stabil və sürətli internet. Mən artıq internet seçimimi etmişəm. Mənim seçimim Start Telekom internet providerdir. Sürətli, stabil və kəsilməz internet istəyirsinizsə, siz də mütləq seçiminizi Start Telekomla etməlisiniz. Start Telekom, dost kimi dost, internet provideri. İndi isə Samsunga keçək. Smartfon hələ satışda deyil, yəni təqdim edilməyib, amma aksesuarları artıq satılır. Harda? Əlbəttə ki, Çində. Söhbət Galaxy Z Fold 8 seriyasından gedir. Galaxy Z Fold 8-i Samsung hələ təqdim etməsə də, Çində artıq bu smartfonların aksesuarları satılır. Paradoks. Şəkillər göstərir ki, Samsungun növbəti nəsil qatılan smartfonlarının xarici ekranları əhəmiyyətli dərəcədə fərqli aspekt nisbətinə malik olacaq. Nüfuzlu Insider Ice Universe Galaxy Z Fold 8, Galaxy Z Fold 8 Ultra və Galaxy Z Flip 8 üçün nəzərdə tutulan ekran qoyucularının şəkillərini dərc edir. Şəkil bizə rəsmi təqdimatdan əvvəl yaxınlaşan cihazların xarici displeylərinin ölçülərini və nisbətlərini qiymətləndirməyə imkan verir. Sıntıya görə Galaxy Z Fold 8 Ultra modeli sıradakı ən uzun xarici displeyə malik olacaq. Onun nisbətləri hazırki Galaxy Z Fold 7 modelinə bənzəyir və klassik qatılan aspekt nisbətinə üstünlük verən istifadəçilər üçün daha cəlbedici olacaq. Bu arada geniş ekran versiyası kimi təsvir edilən adi Galaxy Z Fold 8 modelləri daha geniş, lakin daha az uzun ekranı olacaq. Bu da cihazın qatlandıqda istifadəsini daha rahat etməlidir. Dərc olunan şəkillərə görə Galaxy Z Flip 8, Galaxy Z Flip 7-də tanış olan xarici displey konsepsiyasını qoruyub saxlayacaq. Qatılan ekran formasında hələ ki əhəmiyyətli dəyişikliklər gözlənmir. Baxmayaraq ki, cihazın özündə bir sıra daxili təkmilləşdirmələr ola bilər. Samsungun qarşıdan gələn qatılan smartfonlarının kart renderləri LG-də Galaxy Z Fold 8-in müxtəlif versiyalarının müqayisəli şəkilləri əvvəllər internetdə yayılıb. Yeni qatılan cihazların rəsmi anonsu iyul ayında baş tutacağı gözlənilir. Təqdimatına 2-3 həftə qalan Galaxy Z Fold 8 seriyası haqqında demək olar ki, sonuncu infosunu sizə təqdim edirəm. Artıq bəllidir ki, Galaxy Z Fold 8 seriyası hansı rəng palitrasında təqdim olunacaq. Samsung Galaxy Z Fold 8, Z Fold 8 Ultra və Galaxy Z Flip 8 22 iyul 2026-cı ildə satışa çıxarılacağı gözlənilir. Məlumatlara görə Samsung Galaxy Z Fold 8 256 GB, 512 GB və ya 1 TB-lıq yaddaşla təchiz olunacaq. Krem, qrafit, lavanda və fıstıq rəngləri mövcud olacaq. Samsung Galaxy Z Fold 8 Ultra həmçinin 256 GB, 512 GB və 1 TB-lıq yaddaşla təchiz olunacaq. Krem, qrafit, yaşıl kölgə və bənövşəyi kölgə rənglərində mövcud olacaq. Nəhayət Samsung Galaxy Z Flip 8 256 GB və ya 512 GB yaddaşla təchiz olunacaq. Qrafit, krem, nanə və çəhrayı rənglərdə mövcud olacaq. Yeri gəlmişkən Samsung 22 iyulda Galaxy Watch Ultra 2-ni və Galaxy Watch 9 ağıllı saatlarını təqdim edə bilər. Apple öz qiymətlərini artırdı. Son 10 ildə Apple özünün müəyyən devicelarının qiymətini kəskin artırdı. Artım isə heç də kiçik deyil.
Apple ilk dəfə olaraq öz istehsalında olan deviceların qiymətini qaldırdı. Qiymətlər bəzi devicelarda 14-15%, bəzilərində isə hətta 54%-ə qədər artırılıb. Ən çox artım Mac Studio M3 Ultra-da baş verib. Əvvəllər bu kompüter Apple-da $3999 satılırdısa, indi bu kompüter artıq $5299 təqdim olunur. Apple bunu belə izah edib. İstehlakçı elektronikası sənayesi misli görülməmiş çətinliklə üzləşib. Süni intellekt məlumat mərkəzlərinin sürətlə genişləndirilməsi, yaddaş və saxlama həllərinə tələbatı fövqəladə artırılır səbəb olub. Komponent qiymətlərinin bu qədər çox artdığını heç vaxt görməmişik və bu artırmalardan indiyənə qədər müştərilərimizi qorumuşuq. Lakin artıq elə bir nöqtəyə çatmışıq ki, bəzi məhsulların qiymətini artırmağa məcburuq. Bunlara bu gün qüvvəyə minən iPad və Mac-lar üçün qiymət artımları da daxildir. Bunun arzulanmaz bir xəbər kimi qəbul etdiyinizi bilirik və həll yollarını tapmaq üçün yorulmadan çalışırıq. Apple hər zaman öz anbarlarını maksimal olaraq istehsal edəcəyi deviceların elementləri ilə zəngin edir. Amma görünür ki, çip çatışmazlığı Apple-a belə bir radikal addımlar atmağa məcbur edib. Sizin nəzərinizə onu da çatdırmaq istəyirəm ki, Apple kompüterləri indiki süni intellekt boomunda ən sərfəli və optimal seçim olaraq qalmaqdadır. Belə qiymət artımı əlbəttə ki, Apple-ın özünə də təsirsiz keçməyəcək. Apple-ın ilk qatlanan smartfonu iPhone Ultra-nın real görüntüləri internetdə yayıldı. Yeni konsept videosu Apple-ın flaqman telefonlarına daha yaxından nəzər salmağı təklif edir. Front page testdən olan insider John Prosser qatlanan iPhone-un qara və ağ rənglərində renderlərini əks etdirən yeni bir videonu yayımladı. Insiderın sözlərinə görə Apple-ın ilkin buraxılış üçün nəzərdən keçirdiyi rənglər bunlardır. Arxa paneldə iPhone Air-ə bənzər ikili kamera quruluşu var və yaxınlıqda LED flash modulu yerləşir. Sıntıya görə iPhone Ultra qatlanan ekranlı əksər Android smartfonlarından daha geniş aspekt nisbətinə malik olacaq. Ekranda demək olar ki, görünməz bir qırış yaratmağa imkan verən yeni bir şarnir də gözlənilir. Açıldıqda device cəmi 4,5 mm qalınlığında olduğu deyilir ki, bu da iPhone Air-in 5,6 mm qalınlıqda olan korpusundan daha nazikdir. Siyahıda göstərilən xüsusiyyətlər arasında Apple-ın xüsusi C2 modemi, A20 Pro prosesoru, 12 GB RAM və xüsusi kamera düyməsi var. Son şayələr doğru çıxarsa, qatlanan iPhone Ultra-nın rəsmi təqdimatı iPhone 18 Pro seriyası ilə birlikdə sentyabr ayında baş tutacaq. Lakin qışa yaxın satışa çıxa bilər. İndi isə bu buraxılışın ən bomba xəbəri. iPhone Ultra təqdim olunub, bilirəm, deyəcəksiniz ki, yox, Ayzaur, hələ təqdim olunmayıb, sentyabrda təqdim olunacaq. Bəli, elədir, sentyabrda iPhone 18 Pro seriyası ilə birlikdə iPhone Ultra təqdim olunacaq. Və sizə desəm ki, artıq internetdə iPhone Ultra 2 haqqında ilk infosıntılar yayılıb. Buna nə deyərsiniz? Bəli, iPhone Ultra 2. Qatlanan super flaqman iPhone Ultra 2 artıq hazırlanma mərhələsindədir. Digital Chat Station təxəllüslü insiderə görə Apple rəhbərləri iPhone Ultra-nın uğuruna əmindirlər və buna görə də mühəndislərinə ikinci nəslini qatlanan iPhone-un hazırlanmağa icazə veriblər. İlk iPhone Ultra-nın 26-cı ilin sentyabr ayında təqdim ediləcəyi planlaşdırılır. Lakin bəzi media orqanlarının bildirdiyi şarnir problemləri tez bir zamanda həll edilməsə, buraxılış təxirə salına bilər. Hər halda iPhone Ultra 2 artıq hazırlanma mərhələsindədir. Birincisi kimi o da Samsung-dan qatlanan OLED panelə sahib olacaq. iPhone Air 3-ə gəldikdə isə onun hazırlanması hələ təsdiqlənməyib. Hər şey iPhone Air 2-nin uğur və uğursuzluğundan asılı olacaq. Apple hər zaman uğurlu addımlar atıb. Amma iPhone Ultra-nın uğurlu olmasına bir balaca skeptik yanaşıram. Çünki qatlanan smartfon bazarında bir çox uğurlu istehsalçılar var. Amma sizə onu da deyim ki, Apple özünün ilk smartfonunu təqdim etdikdə bazarda artıq telefon və kommunikator istehsalçılarının sayı maksimum idi. Apple bu bazara girdi, trend yaratdı və Apple özü trend oldu. Sizin fikrinizcə qatlanan iPhone Apple'ın Vision Pro device kimi apart-tullu olacaq, yoxsa qatlanan iPhone Apple device'ları içərisində ən şedevral device olacaq? Bu barədə öz fikirlərinizi kommentlərdə yazın. Videonu bura kimi izləyən hər kəsə təşəkkür edirəm. Əgər sizin üçün yeni bir məlumat bu videoda var idisə, deməli bu videonu mütləq like etmək lazımdır. Əgər qrafona abunə deyilsənsə, indi abunə olmağın tam vaxtıdır. Çünki qrafonda hər həftə yeni xəbərləri, yeni texnoloji xəbərləri birlikdə müzakirə edirik. Odur ki, qrafona abunə olmağı unutmursunuz. Qrafonda daha çox maraqlı videolar var. Siz bu videolara baxmaqda, videolar like edib komment yazmaqda, ən əsası qrafona abunə olmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğumuz üçün sizinlə sağollaşmıram. Grafon eğlendirir. Grafon abonenizi